altında ağrılar ola bilər. Bəli. Orada maddələr mübadiləsi pozulması nəticəsində duz yığını ola bilər. Mazol ola bilər. Mazol deyirlər də, orada da yəni ağrı verə bilir. Bəzi hallarda, ən çox baş barmağın ətrafında olur. Bəzi hallarda, çox sağ ol sualınıza görə. Bəzi hallarda görürsən ki, podagra deyilir. CD turşu, duzu yığılır və kəskin ağrılar verə bilir. Yəni, ağrı verəcək səbəblər, bəzən şəkər xəstəliyi nəticəsində ola bilir. Çünki orada damarlarda daralma olur, sinir pozulur, damarın keçiriciliyi pozulur. Yəni, səbəb çoxdur. Ancaq sizə elə bir deyim, bəlkə keçdi belə bu qaydayla. Ayağının altına soğanı dairəvi kəsin və bağlayın, hər axşam yatanda səhərə qədər qalsın. Səhər açın, atın geçsin. Gündüz də bağlamaq olar. Bir başqa üsul da turpu keçirin sürtkeşdən, balla qatın, ayağının altına bağlayın. 2. Üçüncü də sidini gündəlik sutqalıq yığın, o biri günü sidin, ayağını salın, 2 saat qalsın. Soyuduqca isidin, soyutduqca isidin. 2 saat qalsın, onda çox gözəl effektini görəcəksiniz. Çox sağ olun, sualınıza görə var olun.